Ümumiyyətlə tələbəlik həyatı necə gedir hal-hazırda? Həm universitet, həm də ki, belə deyək, öz hazırda məşğul olduğun işinlə bağlı necədir vəziyyət? Əslində onu demək istəyərdim ki, tələbəlik həyatı fikrimcə məncə ən qəşəng illərdən biri ola bilər fikrimcə. Bu dönəmlər çox yorucu olsa da, amma bir o qədər də ki, maraqlı olur. Və hal-hazırda təzəlikcə də Avstriyadan qəbul almışam. Nə gözəl. Bu proses necə oldu? Necə oldu ki, sən Avstriyada təqaüd qazandın? Harda məlumatın oldu ümumiyyətlə belə bir imkan barəsində? Əslində mən birinci kursdan bəri mən maraqlanırdım bu barədə və fikirləşirəm ki, tələbələr də öyrənə bilər ki, universitetlərin çoxlarında Erasmus Plus yerləri var və oradan da yaxınlaşıb məlumat öyrənə bilərlər. Həm də ki, mən oraya yaxınlaşdım və sadəcə mən birinci kursdan yox, ikinci kursdan qəbul etdilər. Çünki birinci kursdan qəbul etmirdilər, yəni göndərə bilmirdilər. Və ikinci kursa getdim sentyabr aylarında və onlar bir sıra proseslər var idi, onları keçməli idim. Bu proseslərdə əsasən motivasiya məktubu, referans məktubu, ingilis dilinizin yaxşı olması, aktivitelər və yaxud buna çönüklər də əlavə eləmək olar. Ondan əlavə də ingilis dilimiz yaxşı olmalıdır, yəni B1 səviyyəsi və minimum B2 olmalıdır və belə. Aha, bəs universitetdə hansı belə deyək, şöbə buna baxırdı? Yoxsa sosial Beynəlxalq. mediasında öyrəndin, beynəlxalq Beynəlxalq əlaqələr? əlaqələr. Aha, orada sənə sənədlər yəqin ki, dedilər ki, Aha, bu sənədlər bəli. olmalıdır, motivasiya məktubu və s. Test verdin imtahan? Aha, E, bəli. Testi qəbul olmaq üçün yoxsa Yox, ingilis dili testi verdim orada. hə, Elə B1 çıxdı. O sayəsində də ingilis dili sayəsində təqaüd qazandım. gözəl, əla. Nə vaxt başlayacaq bu semestr, belə deyək, gələn semestr Aha, olacaq bəli, yəqin bəli. ki. Fevralın 16-sı dərslər başlayır. Aha. Elə yəni. İmtahanları da orada Aha, verəcəksən bəli, və bəli. daha sonra qayıdacaqsan. Bəs bizim vaxtımızda belə bir proses var idi ki, xaricdə təhsil alırdınsa, bir semestr qayıdırdınsa, bəzi fənlərdən artıq sənə kəsr olaraq düşürdü. Səndə də elə bir кейs olacaq, yoxsa hamısı üst-üstə düşür burada keçirilən fənlərlə? Mən əslində elə o fənn üst-üstə düşdüyü fənləri seçmişdim ki, bura qaydanda kəsrlərim olmasın. Yəni burdakı fənləri orada da seçmişdim. Ona görə də kəsrlərim olmasın. Olmayacaq, nə gözəl, əla. Avstriya təqaüdə müraciət etmək üçün bəs ortalama nə qədər olmalı idi? Bizim əslində universitetdən universitetə dəyişir bu, amma bizim universitetdə ortalamamız 75 plus olmalı idi GPA-mız və məndə də elə 85 idi ortalamam. Çox müraciət edən var idi. Yəni hər hansı bir rəqabət mühiti var idi. Əslində məndən əlavə olaraq 4 dənə nəfər var idi. Onlar arasından mən seçildim. Nə gözəl. Amma yəqin ki, bu digər semestrlarda da olacaq. Onlar üçün yenə də şans olacaqdır. Aha, Hər bəli. semestr olur onda bildiyim qədərilə. 4-cü kurslar qoşula bilmirlər. 1 ilə 4 qoşulan. Bir də qoşula bilmir, 4-cü kursda qoşula bilmir. Okay. Bəs təqaüd nə qədər qazandın və təqaüdü vermə prosesi necə olacaq sən ümumiyyətlə? Aha, deməli mən birinci ilk olaraq ora gedəndə 80% verəcəklər. Mənim toplamda təqaüdüm 4300 evrodur və 20%-ni isə qurtardıqda verəcəklər. Sənə əlavə diplom verirlər, yoxsa sertifikat verirlər? Sertifikat. Sertifikat verirlər. Aha, Diplomunda bununla bağlı yəqin ki, Xeyr. heç nə qeyd olmayacaq. Əsas odur, amma sənin üçün böyük bir Aha, təcrübədir. bəli, bəli. Avstriyada təhsil almaq əlbəttə ki.